Bugün Azərbaycan ümumdə xoruş etdik. Bu xoruşunda şəhid yaşayanda şəhid çağlayıq. Bugün şəhidlər, şəhid qardaşımızın cənnətdən mövcududur. Öz olmayan mövcudun atağına keçirir. Biz özümüzə bir boş bilib. Gəldik atanın, ananın huzuruna. Qardaşımızın məzarına. Bugün 15 il, 13 2026-cı ildir. Cənnətlər 3-cü mövcududur. Qardaşımızın özü yoxdur, ana atanı keçirdi, qeyd edir. Büyük bir fəxrlə, bir qürurla bu qardaşımı ziyarət etməyə, etmə bir qürur bildir. Atanın huzurunda, ananın huzurunda. Maarif qardaşım, Ərşad qardaşımızın cəsurluğu, cəsarətliyindən danışsa tutarmaz. Evin gözəl yeganə oğlu, vətən uğrunda şəhid oldu. Allah onun atasını sərbilsin, baş sağ olsun. Bugünkü günü, biz burada gözəl qardaşımızı ziyarət etməyə özümüzə bir qürur, bir fəxr vermişik. Şəhidlərimiz hamısı bizim üçün dəyərlidir. Mən həmişə deyim ki, ona bir qədər şəhid, qardaş şəhid, bütün şəhidlər hamısı dəyərlidir. Bazı Allah sağ sərbilsin, Allah sağ dəyməsin, Allah sağ sərbilsin. Sağ olasın kardeş. Allah köməyim olsun. Büyük dünya bulduğuma göre çok minnettarım. Allah köməyim olsun. Allah'a güzel kardeş. Rəhmət eylesin. Cennet. Ne diyeyim? Allah köməyim olsun. Bugün borcumdur ki, ata, mən sizin huzurunuzda sizin əvvəl olmam. Mən bir fəxrdir. Mən gəlməliyəm, sizin huzurunuzda olmalıyım. Bugün mən özümə bir qürur, bir ocaq, bir ziyarətgah bilir gəlmişəm da. Mən sizin kimi gözəl atana, ananı tanıyıb, sizin yanınızda olmaq nə tür bir şey qürurdur. Allah deyir. Allah rəhmət eləsin. Qardaşımıza bu şad olsun, yeşil olsun. Allah sizlərə bir daha səbir versin. Bizim bu qardaşımızın mövcududur. Şəhid tanrılarda gəlib ziyarət edən də var. Allah onlara da dəyməsin. Bizim belə qardaşımızı mən istəyərdim ki, xalqımız, yerimiz, millətimiz unutmasın. Hamısını ziyarət eləsin. Hamı gəlib bu ocaqdan, bu ziyarətgahdan iştirak eləsin. Allah səbir etsin. İştirak edenler de